Salam əziz Konnektronik izləyiciləri. Təhlükəsizlik sistemimiz üçün IP və analoq kameralar arasında seçim etməkdə çətinlik çəkirsiniz. Narahat olmayın. Bu gün sizə hər iki sistemin əsas fərqlərini və üstünlüklərini izah edəcəyəm. İlk olaraq onu deyim ki, həm IP, həm də analoq kameralar eyni məqsədə xidmət edirlər. 1. Təhlükəsizlik kameralarından video məlumatı qəbul edirlər. 2. Bütün kameralarınızı bir yerdən idarə etməyə imkan yaradırlar. 3. Canlı görüntüləri izləməyə və video yazıları qeyd etməyə kömək edirlər. Lakin əsas fərq onların videonu necə qəbul etməsidir. IP kameraları 4K həllini dəstəkləyə bilər. Bu da daha aydın və detallı görüntü verir. Analog kameralar isə ümumiyyətlə 2.8 megapiksel və ya daha aşağı həllə malikdir. IP kameralarda iki tərəfli səs funksiyası var. Bununla siz həm sevdiklərinizlə, həm də qorunan əraziyə icazəsiz giriş edənlərlə ünsiyyət qurma imkanı əldə edəcəksiniz. Bu funksiya analoq kameralarda mövcud deyil. IP kameralar yeni növ texnologiya olduğu üçün süni intellekt və ya Wi-Fi ilə işləmə imkanına sahibdir. Bu da hərəkət aşkarlama, üz tanıma, uzaqdan giriş, AI analitikası və bulut inteqrasiyası kimi qabaqcıl xüsusiyyətləri dəstəkləyir. Bu da video müşahidənin keyfiyyətini və dəqiqliyini artırır. Analoq kameralar isə bu funksiyalarla təchiz olunmur. Quraşdırma prosesi IP kameralarda daha asandır. Poya Ethernet üzərindən cihazınızı daha az vaxt sərf edərək ceviz şəkildə quraşdıra bilərsiniz. Analoq kameralar isə quraşdırma zamanı sizdən əlavə kabellər, vaxt və əmək tələb edir. IP kameralarla bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.